Qarabağın dağlarında formalaşan su min illərdir eyni istiqamətə axır. Ancaq bu suyun hər damlasını toplamaq, qorumaq və ehtiyac olan torpaqlara çatdırmaq böyük mühəndislik tələb edir. Uzun illərlə ərsəyə gələn bu mürəkkəb infrastruktur 30 illik işğal dövründə tamamilə baxımsız qalıb. Bugün isə sistem sıfırdan yenidən qurulur. Çünki Azərbaycanın su ehtiyatlarının təxminən 25%-i Qarabağ və Şərqi Zəngəzurda formalaşır. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələn çay su anbarlarının sayı 3 oldu. Xaçın çay, ondan sonra su qovşan, Sərsəng, Zabux çay su anbarı yenidən qurulduğu üçün Sovet vaxtında yox idi. Deməli, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işlər gedir. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Və su yenidən minlərlə hektar əkin sahəsinə çatdırılır. Qarşımızda uzanan bu nəhəng su hövzəsi yarım əsrdən çoxdur ki, regionun ən iri hidrotexniki qurğularından biri hesab olunur. İllər boyu münaqişənin mərkəzində yer alan Sərsəng artıq Azərbaycanın su təsərrüfatının önəmli mənbələrindən birinə çevrilir. Bəs milyonlarla kubmetr suyu özündə saxlayan anbar necə işləyir? O vaxt işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir, digər kanalın tikintisi davam edir və beləliklə 8 rayona hardasa 100 min hektar torpağa su veriləcək. Sərsəng su anbarının tikintisi 12 il davam edib. 1976-cı ildə istismara verilən hidrotexniki kompleks Tərtər çayın axınını tənzimləmək, su ehtiyatı formalaşdırmaq və elektrik enerjisi istehsal etmək üçün layihələndirilib. Anbarın ümumi tutumu 565 milyon kubmetr, bəndin hündürlüyü isə 125 metrdir. Su elektrik stansiyasında quraşdırılan 2 turbinin ümumi gücü 50 meqavat təşkil edir. Bu sistem Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 mindən çox hektar əkin sahəsinin su təminatı üçün nəzərdə tutulub. Sərsəng su anbarı bildiyiniz kimi artıq 50 ildən çoxdur ki, istismar olunur. Bu 50 il ərzində onun 30 ili təxminən erməni işğal altında olmuşdur. İşğal dönəmində bu texniki qurğulara heç bir diqqət göstərilməmişdir. O yüzden bunların yenilənməsində bir zərurət yaranmışdır. Sərsəng su anbarında artıq tikinti işlərinin başlanması üçün düşərgə salınıb. Gördüyünüz bu qurğular və aşağıdakı derivasiya kanalının qapağı betonlanma işləri də yenidən qurulacaqdır. Gördüyünüz bu qurğular artıq 50 ildən çoxdur ki, istismar olunur. Yenilənməsi vacibdir. Gördüyünüz bu qapıların qaldırılması kran vasitəsilədir. Ancaq yenidən qurmadan sonra bu hidravlik üsulla qapıların qaldırılması nəzərdə tutulub. Həmçinin elektrik stansiyasına su verilməsi üçün də gördüyünüz derivasiya kanalının başlanğıcı suyun içərisində də görsənmir, amma o da yenidən qurulması planlaşdırılır. Həmin qapının idarə olunması mexanizmi də yenə də ən müasir üslubda tikilib istifadəyə veriləcəkdir. Tikinti işləri gələn il 2027-ci ildə yekunlaşacaq. Sərsəngdə toplanan su yoluna davam edir. Tərtər çayın axını onu su qovşana gətirir. Burada hər kubmetr su planlaşdırılır, tənzimlənir və magistral kanallara ötürülür. Sonra su kilometrlərlə yol qət edərək
əkin sahələrinə çatır. Bir-birinə bağlı işləyən bu hidrotexniki qurğular Qarabağın suvarma sisteminin əsasını təşkil edir. Hər mərhələdə axının istiqaməti dəyişir, suyun dəyəri artır. Sakit görünən bu su hövzəsinin arxasında əslində mürəkkəb bir sistem dayanır. Suqovuşan su anbarı uzun illər idi ki, Qarabağın əsas su damarlarından biri hesab olunurdu. Çünki burada toplanan hər kubmetr su yüzlərlə kilometr kənarda olan əkin sahələrinin, təsərrüfatın həyatına çevrilirdi. Uzun illər işğal altında saxlanılan bu strateji obyekt indi yenidən Azərbaycanın su xəritəsində önəmli yerə sahibdir. Paylanması, idarə olunmasını necə həyata keçirirsiniz? Suqovuşan su anbarında suyun mexaniləşdirilməsi SCADA sistemi ilə həyata keçirilir. Suyun verilməsi sağ sahil və sol sahil magistral kanallara verilir. Suyun yığılması qış aylarında yığılır. Lazım olan vaxtı, əkinə yararlı su istəyən vaxtı suvarma sistemləri idarəsi tərəfindən suyun verilməsi təmin olunur. Buradan buraxılan su hansı ərazilər və təxminən nə qədər əkin sahəsini əhatə edir? Suqovuşan su anbarından boşlanılan su hal-hazırda 4 rayonu əhatə edir. Tərtər, Goranboy və Yevlax. Ümumilikdə 60 min hektar ərazini su ilə təmin edirik. Potensial imkanı 96.200 hektardır. O da o halda mümkün olacaq ki, sağ magistral kanalı işə düşəndən sonra erməni işğalçıları tərəfindən sağ magistral kanal səngər kimi, bunker kimi istifadə edilir. Hal-hazırda təmir işlərinə yaxın vaxtlarda başlanacaq. Başlanandan sonra Ağdərə, Ağdam və Ağcabədinin əkin sahələrdə su ilə suvarılacaq. Torpaqlar bir neçə il əvvələ qədər tam potensialı ilə istifadə olunmurdu. İndi isə üfüqə qədər uzanan bu taxıl sahəsi Qarabağda dəyişən yeni reallığı göstərir. Bunun əsas səbəblərindən biri strateji su anbarlarının, suvarma sistemlərinin yenidən Azərbaycanın nəzarətinə qayıtmasıdır. Çünki kənd təsərrüfatında məhsuldarlıq torpaqdan əvvəl su ilə başlayır. Suverenliyimiz tam bərpa edildikdən sonra rayonumuzun su təsərrüfatına çox ciddi dönüş yarandı. Belə ki, müharibədən əvvəlki dövrlərdə Sərsəng erməni işğalçılarında olduğu zaman su götürməmiz təqribən 79 milyon kubmetrdirsə, müharibədən sonraki dövrdə su götürməmiz və su vardığımız hektarların sayı hiss olunacaq dərəcədə artım oldu. Bu və hətta əvvəlki illərlə müqayisədə 2, hətta 3 dəfədən çox su varma norması olubdur. Bu da həm özünü məhsuldarlıqda, həm sentinerdə, taxılçılıqda, pambıqçılıq inkişafında özünü göstərdi. Əvvəlki dövrlərdə 28, 29, 30 civarında olan məhsul bolluğu sentineri indi artıq 40 sentiner üzərindədir. Bugün bu kanallarla axan suyun əkin sahələrinə çatması sadə görünə bilər. Amma bir neçə il əvvəl bu ərazilərə daxil olmaq belə mümkün deyildi. Su anbarlarının bərpası üçün əvvəlcə ona çatmaq lazım idi. Bu ərazilər uzun illər minalarla çirkləndirildiyindən mühəndislər burada işləyə bilmirdilər. Aparılan mina təmizləmə əməliyyatları su təsərrüfatı obyektlərinin bərpasını da sürətləndirilib. Qarabağda suyun torpağa qovuşmasının arxasında məhz bu proses dayanır.
Bugün əkin sahələrinə suyun çatdırılması üçün istifadə olunan hansı ərazilər daha əvvəl mina təhlükəsinə görə əlçatmaz hesab olunurdu? Bu istiqamətdə iri miqyaslı layihələrdən Əkəri çay, Bərküşət çay su anbarının subasa sahəsinin təmizlənməsi, Qacar su anbarının və kanalının təmizlənməsi, Tərtər çay sağ sahilinin suvarma kanalının təmizlənməsi, Köndələn çay su anbarı, Zabıqçay su anbarı boru xətti, Qız qalası suvarma kanalı, Dağmaşanlı suvarma kanalı, eləcə də bərpa və yenidən qurulan kənd və şəhərlərin təchizatı üçün müvafiq ərazilərin təmizlənməsi əməliyyatları icra edilib. Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzurun qədim su təchizatı sisteminin mühüm elementi olan kəhlizlərin bərpası məqsədi ilə onların yerləşdiyi ərazilərdə də xüsusi mina təmizləmə əməliyyatları həyata keçirilib. Ümumilikdə su təsərrüfatı obyektlərinin təhlükəsiz istismarı üçün işğaldan azad edilmiş ərazilərdə 8000 hektardan çox sahə mina, əməliyyat zamanı 17000 ədəddən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Təmizlənən hər ərazi növbəti mühəndislik layihəsinin başlanğıcına çevrilirdi. Onlardan biri də Ağdam ərazisində yerləşən Xaçınçay su anbarıdır. Lakin mühəndislər üçün bu mənzərə daha bir mürəkkəb sistem deməkdir. Xaçınçay su anbarı çaydan gələn axını idarə edir, ehtiyat toplayır və ehtiyac olan ərazilərə yönləndirir. Qarabağda yenidən dirçələn kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayan su mənbələrindən biri də Xaçınçay su anbarıdır. $23 milyon kubmetr su ehtiyatı toplayan anbarın 940 metrlik bəndi çayın axınını tənzimləyir. Buradan başlayan 7,2 kilometrlik suvarma kanalı suyu əkin sahələrinə çatdırır. Hazırda bu sistem 7000 hektara yaxın torpağın su təminatını həyata keçirir. Bu rəqəmlər Ağdam işğaldan azad edildikdən sonra aparılan bərpa prosesi nəticəsində əldə edilib. Mühəndislər, layihəçilər gəldilər, burada baxdılar. O vaxt mən də iştirak elədim. Gördüyünüz üstündə durduğumuz bəndin uzunluğu 940 metrdir. Bənd bir neçə yerdən yarılmışdı, parçalanmışdı. Su sızıntısı var idi. Bax, göründüyü, bax, o gülləli su buraxıcı qurğu tam dağılıb bərbad vəziyyətdə idi. Eyni zamanda qarşı tərəfdə görülən qəza su tullayıcı işləmirdi. Su gəlirdi, oradan, buradan daşırdı, axıb gedirdi. Bənd 940 metr uzunluqda təmir olundu. Gülləli su buraxıcı yenidən əsaslı təmir olundu. Eyni zamanda qəza su tullayıcı təmir olundu ki, yəni burada yığılandan sonra bütün sular sonda qəza su tullayıcıdan çaya keçirilsin. Ambara gələn suyun artıq yığılaraq həcmdən artıq olanda həmən qəza su tullayıcı vasitəsilə çaya axıdılır. Ondan sonra demək Xaçınçay su anbarının qarşısında 7,2 kilometr suvarma kanalı var ki, həmən suvarma kanalı üzlüyə alındı və burada siyirtmələr dəyişildi, hidrotexniki qurğular yeniləndi və burada bizə ambar binası tikildi. Deyə bilərikmi ki, bu su anbarı tam potensialı ilə işləyir? Bu günləri sizə bir məlumat mən verim ki, yəni dövr, zaman, su çoxlu olan dövrdür, bütün çaylarda su var və bunun maksimum həcmi 23 milyondur. Bugün 23 milyon kub həcmi olan ambar doludur və qəza su tullayıcıdan, çaya gedən sudan biz səmərəli istifadə edərək əkin sahələrinin suvarılmasında istifadə edirik. Ambarın suyundan Ağdam rayonunun 7 kəndində suvarma aparılır ki, şirkətlər, fermerlər əkin sahələrini, bağlarını, digər əkinlərin suvarılmasında istifadə edilir.
Xaçınçayda toplanan su bir hövzənin ehtiyacını qarşılayır. Qarabağın cənubunda isə suyun hərəkəti daha mürəkkəb mühəndislik həlləri ilə idarə olunur. Burada bir-biri ilə əlaqələndirilmiş su anbarları, hidroqovşaqlar və nasos sistemləri vahid şəbəkə kimi fəaliyyət göstərir. Bu sistemin mühüm hissələrindən biri Köndələnçay su anbarıdır. Köndələnçay hövzəsində su bir anbarda saxlanılmır. Burada su anbarı bir-biri ilə əlaqələndirilmiş kaskad sistem kimi işləyir. Suyun hərəkəti mərhələlərlə idarə olunur, ehtiyac yarandıqda isə hidroqovşaqlar vasitəsilə digər mənbələrdən əlavə su ötürülür. Bu yanaşma su ehtiyatlarının daha səmərəli bölüşdürülməsinə imkan yaradır. Bərpa işlərindən sonra suyun idarə olunmasında hansı üstünlükləri əldə etmisiniz? Köndələnçay üzərində qurulmuş su anbarlarıdır. 3 ədəd su anbarıdır. Üçünün ümumi tutumu 15,5 milyon kubmetr təşkil eləyir. Qurğular, digər qurğular hamısı yenidən bərpa olunaraq tam yararlı hala gətirildi və artıq bu 3 su anbarlarının üçü də idarə olunandı və hər birisinin də lazım olanda bir-birinə kaskad üsulu ilə tikilmiş su anbarlarıdır və bunlar bu 3 anbarın hər birisi bir-birinə su ötürücülük əlamətinə malikdir. Bizim hal-hazırda işğaldan əvvəlki dövrdə bu 3 su anbarından rayon ərazisində olan 6300 hektar əkin sahələrinin su alınması nəzərdə tutulmuşdur və o dövrdə də bu sahələr su alınması ilə təmin edilirdi. Lakin hal-hazırda əhalinin tam şəkildə hələ rayon ərazisinə köçürülməsi baş tutmamışdır. O yüzdən belə deyək, hələ ki 1000 hektara qədər ərazidə suarma işləri aparılır. Ancaq suyun hərəkəti hər zaman təbii axınla mümkün olmur. Hündürlük fərqi yaranan nöqtələrdə prosesə nasos stansiyaları qoşulur. Burada su əvvəlcə qəbul edilir, daha sonra boru xətləri vasitəsilə yuxarı səviyyədə yerləşən suvarma kanallarına ötürülür. Aşağı Köndələnçay su anbarının aşağı bir hissəsində 3 aqreqatlı qurulmuş nasos stansiyadır. Bu da yenidən qurmadan sonra bərpa olunmuş, tikilmiş nasos stansiyasıdır. Hal-hazırda gördüyünüz kimi bu su buraxıcı borudan çayın məcrasına hal-hazırda aşağı kəndlərimizdə suarma işləri aparılır. O məqsədlə buraxılan sudur. Və eyni zamanda gördüyünüz bu boru vasitəsilə də nasos stansiyanın su qəbul edici qurğusuna su ötürülür və nasos stansiyanın işləməsini təmin etmək üçün su buradan, nasoslar su qəbul edicidən suyun götürərək boru vasitəsilə yuxarıda suarma axları vardır və o suarma axlarına ötürülür. Qarabağın su sistemi dağlarda başlayır, çaylar, dərələri keçir, su anbarlarında toplanır, hidroqovşaqlarda idarə olunur. Bu marşrutun son dayanacağı Arazdır. Azərbaycanın ən böyük çaylarından biri burada artıq sərhəd boyunca axır. Araz çayı əsrlər boyu sərhədləri müəyyən edib. Bugün isə onun üzərində hərəkət edən Xudafərin hidroqovşağı yeni iqtisadi imkanlar yaradır. Burada toplanan və idarə olunan su enerji istehsalından tutmuş əkin sahələrinin su ilə təminatına qədər böyük bir sistemi idarə edir. Uzun illər bu ərazilər işğal altında qaldığı üçün hidroqovşağın tikintisi də yarımçıq qalmışdı. Deyə bilərik ki, fəaliyyətsiz qalmışdı. Bəs işğaldan azad olunandan sonra su anbarında hansı yenidən qurma işləri görüldü? İşğaldan azad olunduqdan sonra həm Xudafərin su anbarında, həm Qızqala su anbarında kompleks işlər həyata keçirilmiş. 2024-cü ildə Cənab Prezident tərəfindən açılışı həyata keçirilmişdir. Hal-hazırda növbəti layihələrlə bağlı işlər aparılır. Bu məqamda tamaşaçılarımıza bildirmək istəyirəm ki, Xudafərin su anbarı Azərbaycanın 3-cü ən böyük su anbarıdır. Xudafərin su anbarının tam həcmi 1 milyard 612 milyon kubmetr təşkil edir. Qeyd edim ki, 2025-ci ildə
Xudafərin su anbarına 860 milyon kub metr su yığılmışdır. Gürsulluq ilindən istifadə edərək daha çox 960 milyon kub su yığılmışdır ki, bu da onu deməyə əsas verir ki, 2026-cı il suvarma mövsümünü mütəşəkkil başa çatdıracaq. Hal-hazırda yığılmış su ilə 2026-cı suvarma mövsümündə Araz çayından qidalanan rayonlar üzrə 350 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin edəcək. Bəs tam potensialı ilə işləsə bu rəqəm nə qədər olar? Amma əlavə olaraq 1 milyard 612 milyon kub metrə qədər suyun yığılması planlaşdırılır. Araz çayı boyunca qurulan sistem Xudafərində tamamlanmır. Çayın aşağı axınında daha bir hidrotexniki kompleks yüksəlir. Qız Qalası su anbarı Arazın su ehtiyatını toplamaq, tənzimləmək və yeni suvarma şəbəkələrini ötürmək üçün inşa olunur. Layihə başa çatdıqdan sonra buradan çəkiləcək magistral kanallar Füzuli və Cəbrayıl rayonlarında yeni əkin sahələrini su ilə təmin edəcək. Eyni hidroqovşaqda quraşdırılacaq su elektrik stansiyası isə Arazın axınını enerji mənbəyinə çevirəcək. Bizim energetika sahəsində çox böyük planlarımız var. Burada artıq qeyd olundu. Burada 280 megawatt gücündə 2 su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcəkdir. Araz çayı üzərində bu cür nəhəng hidrotexniki qurğunun tikilməsində məqsəd nə idi və bu layihə gələcəkdə regionun inkişafına necə təsir göstərəcək? Qız Qalası su anbarının ümumi həcmi 62 milyon kub metr təşkil edir. Qız Qalası su anbarından hər iki tərəfə saniyədə 50 kub metr su ötürmə qabiliyyəti olan suvarma magistral kanalının çəkilməsi planlaşdırılır. Hal-hazırda həmin tikiləcək suvarma kanalının trassası müəyyənləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra suvarma kanalının praktiki tikilişinə başlanılacaqdır. Qeyd etmək istəyirəm ki, hal-hazırda dayandığımız su anbarının ərazisində su elektrik stansiyasının turbinlərinin quraşdırılması nəzərdə tutulur. Bu 40 megawatt gücündə təşkil edəcəkdir. Ümumilikdə həm Xudafərin, həm Qız Qalası su anbarlarında quraşdırılacaq turbinlər vasitəsilə 358 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bundan başqa, Qız Qalası su anbarından çəkiləcək suvarma kanalı Füzuli və Cəbrayıl rayonlarının ərazisində 12.620 hektar yeni suvarılacaq əkin sahələrini suvarma suyu ilə təmin edəcəkdir ki, bu da həmin qeyd etdiyimiz 12.620 hektar yeni suvarılacaq sahə kimi əkin dövrəsinə daxil olacaqdır. Torpaqlarda min illərdir axır, lakin onların gücünü idarə etmək üçün böyük mühəndislik lazımdır. Qarabağda həyata keçirilən bu layihələr nəticəsində su ehtiyatları yenidən vahid idarə etmə sisteminə inteqrasiya olunur. Hidroqovşaqlar, su anbarları, xətlər, bütün bunlar ayrı-ayrılıqda öz vəzifəsini yerinə yetirir. Lakin birlikdə su təsərrüfatının, su ehtiyatlarının qorunmasına xidmət göstərir. Yəni görülən bütün bu işlər Azərbaycanın mühüm mega layihələrindən biri hesab olunur.